Sonra buyurur: Ey qullarım, sizin əvvəlinciniz də, axırıncınız da, insiniz də, cinniniz də bir təqvalı kişinin qəlbi tək birləşib təqvalı olsanız, Allahın mülkündə heç bir şey artırmayacaq. Və yaxud da bunun əksi olsanız, günah etsəniz, bir fasiqin qəlbi kimi Allah Taala'ya günah etsəniz, yenə Allahın mülkündən bir şey əksilməyəcək. Sizin ziyanınız ancaq özünüzədir. Necə ki Allah Taala buyurur Nisa surəsi 131-ci ayədə: Əgər siz küfr etsəniz, bilin ki, yerin, göyün mülkü, yerdə, göydə nə varsa Allahındır. Allah Taala varlıdır, zəngindir Rəbbimiz. Həm də ondandır. Sənin hansı günahın Allaha təsir edə bilər ki? Bəzən görürsən ki, bir insanın, məşhur bir insandır, baxırsan sosial medialara, gecə-gündüz yazırlar ki, İslam'a girdi, İslam'a girdi, İslam'a girdi. Baxırsan ki, bu xəbərlərin çoxusu yalan olur. Bunu yadınızdan çıxartmayın, qardaşlar. Heç kəsin İslam'a girməsi ilə İslam izzətlənmir. Bunu dəqiq yadınızda saxlayın. İslam dinimiz onsuz da izzətlidir. Kim isə küfrü ilə Allah Azza və Cəllənin dininə və Allaha heç bir təsiri olmadığı kimi, bir kimsənin hidayətində də Allahın mülkünə heç bir şey qatmırsan. Bunlar hamısı sənindir. Yaxşı əməlində, pis əməlində, imanın da, küfrün də.